21 yaşımda yaxın bir dostumun vasitəsilə bir oğlanla tanış oldum. İlk vaxtlar münasibətimiz yalnız yazışma və telefon danışıqları üzərində idi. O məni çox bəyəndiyini və günbəgün sevgisini dilə gətirirdi. Zamanla ailəmin üzvləri, dayım və xalam da onu tanıdı və hər şey daha gözəl gedirdi. Növbəti addım anam Bakıya gələcək. O isə öz anası ilə birgə bizimlə görüşəcəkdi. Bu görüşdən qısa müddət əvvəl onun köhnə sevgilisi ilə bağlı xoşagəlməz bir həqiqət öyrəndim. Sosial şəbəkədə həmin qıza ünvanladığı bir şəkil paylaşaraq "Sənsiz nə qədər darıxıram, hər gecə xəyalınla yatıram" kimi sözlər yazmışdı. Mən həmin an şəkli göndərib izahat istədim, amma cavab ala bilmədim. 1-2 gün keçdi. Susqunluq davam etdi və mən də münasibətə son qoydum. Hadisədən 2-3 gün keçdikdən sonra başqa nömrədə mənə yığaraq peşman olduğunu, səhvini qəbul etdiyini və barışmaq istədiyini bildirdi. Lakin mən onun səmimiyyətinə inanmadım. Dostların vasitəsilə göndərdiyi sözlərə də etinasız qaldım. Çünki inan bir dəfə qırıldı mı onun təmiri çətin olur. İndi fikirləşirəm ki, görən